elmin araşdırmaları göstərir ki, istedad onlar deməli Erikson başlamaq bir çox alimlər araşdırıblar. Deyək ki, Michael Jordan yüzlərlə ekspert ki, öz sahəsinin lideridir. Biz ona daxil deyirik. Hətta Mozart araşdırıblar, Paganini daxil. Görüblər ki, istedadın onların uğrunda heç bir rolu yox imiş. Sadəcə onlar ya bilərək, ya da bilməyərək müəyyən bir prosesdən keçiblər ki, onun adını qoyub deliberate practice. Va, bu fantastik nailiyyətdir. Deməli, bizdə 10 milyon insan, deyək ki, 100 min uşaq varsa, biz 100 min uşağı aparatda dahiyə çevirə bilərik də belə. Və amma bizim təhsil sistemi görürsüz, elə bal yığır, deyir istedadlı uşaq. Biz elə bir şey ayırırıq. İstedadlı uşaq, istedadsız. Elə çıxır ki, uşağın uğurlu olmağı onun əlində deyil. Buna deyirlər fixed mindset. Bir var stabil mentalitet. Stabil mentalitet odur ki, sən belə doğulmusan. Uşaq deyir, sən kəlləsən. Sən tupoysan. Sən kəllə, bu tupoy. Qrup bölündü 2 yerə, sinif. 5 nəfər kəllə, 25 nəfər tupoy. Aydındır. İnkişaf mentaliteti isə odur ki, growth mindsetdə uşaq dərsi yaxşı eləyəndə o dahi mentaliteti olan uşaqlar, fixed mindset. Deyirlər ki, hə bu kəllədir, ona görə riyaziyyatı yaxşı elədi. Bu kəllə də onun üçün Azərbaycan dilində yaxşı əzbərlədi, nəm şeiri belə dedi. İnkişaf mentaliteti olur ki, uşağın elə inkişaf elətdirməlisən ki, uşaq başa düşsün ki, onun nəticəsi, şeiri əzbərləməyi onun doğuşdan gələn xüsusiyyətlərinin yox, zəhmətinin nəticəsidir. O düşünməlidir, onun nəticələri birbaşa onun zəhmətinə və qurduğu düzgün strategiyaya bağlıdır. Zəhmət də kifayətdir.